Psixoloqla söhbət verilişinin izləyiciləri. Bugünkü qonağımız psixoloq Nərmə Fərəcovadır. Nərmə xanımla biz bugün sizə xoşbəxt ailənin sirlərindən danışacağıq. Və insanların da hansısa bir münasibətdə nə dediklərindən daha çox niyə dedikləri, nə səbəbə, nə ehtiyacı oldu ki, bunu dedi bu şəxs burada. Ona fokuslanıram. Nərmə xanım, necə düşünürsünüz? Ailədə haqlı olmaq vacibdir, yoxsa anlaşılmaq? Ən çox anlaşılmaq istəyirlər, amma anlamır.